Əmək pensiyaları haqqında qanuna edilən yeni dəyişikliklərə əsasən güzəştli şərtlərlə pensiyaya çıxan bir sıra vətəndaşın, o cümlədən çoxuşaqlı anaların güzəşt müddətində pensiyaları dövlət büdcəsindən ödəniləcək. Dünən bu dəyişikliklər Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsində ikinci oxunuşda qəbul olunaraq plenar iclasa tövsiyə edildi. Müsavat.com xəbər verir ki, bu sözləri iqtisadçı millət vəkili Vüqar Bayramov deyib. Onun sözlərinə görə qanunvericiliyə əsasən əmək pensiyası almaq hüququ olmayan vətəndaşlar da güzəştli şərtlərlə daha tez müavinət almaq imkanına malik olurlar. Belə ki, qanunvericiliyə əsasən əmək pensiyası almaq üçün ya minimum pensiya kapitalını toplamaq və ya 25 il iş təcrübəsi tələb olunur. Hazırda Azərbaycanda pensiya amnistiyası tətbiq olunduğu üçün 2018-ci il iyulun 1-nədək hesabatında hətta 1 manat yığımı olanlar da pensiya almaq hüququna malikdirlər. Amma bu şərtlər heç biri olmadığı halda yaşa görə müavinət ödənilir. Sosial müavinətlər haqqında qanuna əsasən 5 və daha çox uşağı olan qadınların uşaqların 8 yaşına dək sağ olması şərti ilə yaş həddi 5 il azaldılmaqla yaşa görə müavinət təyin olunur. Yəni həmin analar 59 yaşında sözü gedən müavinəti almağa başlayırlar. Eyni zamanda əlilliyi müəyyən edilmiş uşağı olan qadınların uşaqların 8 yaşına dək sağ olması şərti ilə müavinəti almaq yaş həddi 5 il azaldılır. Göründüyü kimi əmək pensiyaları hüququ kimi güzəştli şərtlərlə yaşa görə müavinət də 5 il daha tez təyin olunur. Yəni əgər bu kateqoriya üzrə qadın bu hüquqdan istifadə edirsə, o zaman 59 kişiyə şamil olunarsa, o halda 60 yaşında müavinət ala bilər. Hazırda bu müavinət hər hansı dövlət qurumuna müraciət edilmədən, heç bir sənəd təqdim edilmədən reaktiv qaydada təyin edilir. Eyni zamanda sosial müavinətlər onu almaq hüququ olduğu təqdirdə ən çoxu müraciət edildiyi tarixdən əvvəlki 3 il üçün ödənilir.